Avqustun 26-sında Ağcabədi rayonunda şəhərsalma və memarlıq ili çərçivəsində 26 avqust Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü münasibətilə muğam gecəsi keçirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzinin yay zalında baş tutan tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivləri, şəhid ailələri, rayon ictimaiyyəti, həmçinin muğam musiqi sevərlər iştirak ediblər. Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftaliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış vətən qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tural Niftaliyev Azərbaycan muğamının dünya musiqisinin incisi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, muğamımız Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi qayğısı ilə əhatə olunub. Məhz Mehriban Əliyevanın diqqəti nəticəsində milli musiqimiz olan muğamımız UNESCO səviyyəsinə qaldırılıb. Muğamımıza layiq olduğu beynəlxalq status verilib. O da diqqətə çatdırılıb ki, doğma Ağcabədi də muğam dünyamıza görkəmli simalar bəxş etməklə yanaşı, bu gün də bu ənənəni davam etdirir. Hazırda da rayonumuzda bu sahədə inkişaf edən, bu irsi uğurla davam etdirən xanəndələr və istedadlı gənc musiqiçilər az deyil. Milli musiqimizi tədris edən Qarabağ Muğam Mərkəzinin də missiyası belə gənclərlə işləmək, onları peşəkar xanəndə kimi yetişdirməkdir. Bundan sonra tamaşaçılara mərkəzin müəllim və şagirdlərinin təqdimatında muğamlarımız, təsniflərimiz, xalq mahnılarımız təqdim olunub. İfalar onu dinləyənlər tərəfindən alqışlarla qarşılanıb. Gündüz Sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.